Azərbaycanla Polşanı müqayisə etdiyimiz bu seriyamızda bugünkü mövzumuz hansı ölkədə pul yığmaq daha asandır, o olacaq. Mən deyərdim ki, hər iki ölkədə də pul yığmaq rahatdır. Amma dəqiq əgər bu iki ölkədən birini seçəsi olsaq, mən heç bir ölkəni seçməyəcəm. Səbəb ölkədən çox sizinlə bağlıdır. Pul yığmaq istəyən şəxs hansı ölkədə olduğundan baxmayaraq pulun yığır. Yəni o bir bəhanədir. Bu məsələ sizdən asılı olan bir şeydir. Yəni istəyən adam baxmır hansı ölkədədir, hansı şərtlərlə yaşayır. Pul yığmaq istəyən adam pulun yığır. Bu sadəcə bir bacarıqdır. Ölkə ilə heç bir əlaqəsi yoxdur. Mən yeri gələndə Azərbaycanda da pul yığmışam, yeri gələndə Polşada da pul yığmışam. Yəni dediyim kimi bu ölkədən çox sizinlə bağlı olan bir məsələdir və hər iki ölkədə düşünürəm ki, hər iki ölkədə də şanslar eynidir. Yəni deyirəm, bu məsələ sadəcə sizdən asılıdır. İstəyən adam hər yerdə pulun yığa bilir.